Salam. Necəsiz? Bugün mən sizə çox ləzzətli və dadlı, tam fərqli bir yemək hazırladım. Payız fəslidir. Yağışlar tez-tez yağır. Siz də evinizdə bu cür gözəl isti yemək uşaqlarınıza hazırlamaq istəyirsinizsə, videonu izləyin. Kanalıma abunə olun və sonda videonu bəyənməyi unutmayın. Zoğallı toyuğun döşətindən vermişilli aş. Soğanı yağda qovururuq. Toyuğun döşətini soğanın üzərinə əlavə etdim. Üzərinə sarı kökü əlavə etdim. Buzluqdan çıxartdığım zoğalı döşətinin üzərinə əlavə etdim. Narın vermişili yağda qovururuq. Vermişili qovurdum. Üzərinə uzun düyü əlavə edirəm. Duz ilə su əlavə edib qarışdırdım. Qapağını örtüb vamfotda pişirirəm. Yeməyimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Siz də hazırlayın. Çox ləzzətli və dadlıdır.